Bu video ilə Aslanlı qardaşımıza, onun da yüksək təcrübəsi olduğuna şübhəm yoxdur. Qeyd edim ki, cavab vermək istəyirəm. Heç bir elmi təcrübə yoxdur ki, yerdən isitmə sistemləri tozu ziyanlı dərəcədə havaya qaldırır. Belə bir fikir çox yayılıb. Ancaq indi təsəvvür edin, mən sizə əyani bunu izah edim. Tutaq ki, bina evində yaşayırsınız və aşağıdakı qonşu evi çox yaxşı qızdırır və altdan döşəmə qızır və sizin də evi yavaş-yavaş başlayır qızdırmağa. Bu da 26-29 dərəcədən yuxarı qalxmır. Əksinə olaraq elmi araşdırmalar bunu göstərir ki, radiatorlar minimum 60-65 dərəcə qızdırılır həyət evlərində, hansı ki, ondan aşağı qızsa, deməli, evi tam qızdıra bilməyəcək. Radiatorlar tozu daha çox yayır və buna görə də yerdən isitmə sistemlərinin daha təhlükəsiz, daha az ziyan vurduğu və daha az tozu yuxarı qaldırması müşahidə olunmuşdur. Bir daha deyim ki, əsasən, deməli, bunun qarşısını almaq üçün tozun evdə rütubətli dərəcəsini yaxşı saxlamaq lazımdır. Məsəl üçün, ağzı gen qabı yataq otağında su ilə doldurub yerdə qoysanız, bu tozun qalxmasının qarşısını hardasa bir 40-50% alacaq və ümumiyyətlə deyim ki, radiatorlar daha çox isti hava axını yaratdığına görə radiatorlar daha təhlükəlidir. Həm yataq otağında, həm bütün otaqlarda tozun qalxması baxımından. Bir də ki, evin xanımı əgər pintidirsə, bunun heç nəyə bir köməyi yoxdur. O toz elə qalxacaq. Sağ olun. Bir daha Aslanlı qardaşımıza təşəkkür edirəm.